Çoxsaylı istekləri nəzərə alaraq, bu gün dirəncli epilepsiyalardan, xüsusilə uşaqlarda inkişaf epilepsiyalarından danışacağıq. Belə ki, epilepsiyanın müxtəlif növləri var və bunların müəyyən bir qismi dərmanlara dirəncli və uşağın inkişafını saxlayan, inkişafını ləngidən inkişaf epilepsiyalarıdır. Buna epileptik ensefalopatiyalar da deyilir. Belə ki, bu epilepsiyalar başlayanda uşağın inkişafı dayanır, uşağın indiyə kimi əldə etdiyi bütün bacarıqları getdikcə itməyə başlayır. Yəni yeriyən, oturan, danışan, başa düşən, anlayan uşaq bu epilepsiya tutmaları başlayandan sonra bu bacarıqlarını itirir, yerişini, hərəkətlərini itirir, anlamağı zəifləyir və bildiyi sözləri də unutmağa başlayır. Bax, bu epileptik ensefalopatiyalar adlanır. Epileptik ensefalopatiyaların çox fərqli növləri var. Çox kiçik körpə yaşında başlayan epileptik ensefalopatiyalar var. Bunlar 2-3 aylıq uşaqda başlayır. Məsələn, Ohtahara sindromu bunlardan biridir. Elə epileptik ensefalopatiyalar var ki, bunlar biraz daha gec başlayır. 6 ayında West sindromu, 1-2 yaşında Lennox-Gastaut sindromu, 3-4 yaşında Landau-Kleffner sindromu. Bax, bu sindromlar hər biri epileptik ensefalopatiyalardır. Biz bu epilepsiyalardan qorxuruq, çəkinirik. Nəyə görə? Çünki bunları idarə etmək, müalicə etmək çox çətin olur. Bəzən dərmandan əlavə digər üsullardan da istifadə edirik. Dərman müalicəsində xüsusi bir taktika lazım gəlir. Belə epilepsiyalarda birincisi, burada diaqnostika çox dərin və düzgün aparılmalıdır. Bəzən adi EEG ilə bərabər yuxu, video EEG monitorinq etmək lazım gəlir. EEG-ləri vaxtaşırı tez-tez təkrarlamaq, izləmək lazım gəlir. Xüsusi dərman kombinasiyaları seçmək lazım gəlir. Çünki elə dərmanlar ola bilir ki, antiepileptik dərmanlar, bunlar uşağın inkişafına, yəni epilepsiyasını daha da ağırlaşdıra bilər və inkişafına daha da pis təsir göstərə bilər. Ona görə bu epileptik ensefalopatiyaların hansı növünün olduğunu uşaqda düzgün təyin etmək lazımdır. Niyə görə dirəncli deyirik? Çünki bəzən biz 1, 2, hətta 3 dərman belə qoşmaqla tam tutmaları saxlaya bilmirik. Bu zaman digər müasir alternativ müalicə üsulları istifadə edirik. Bunlardan biri ketogen pəhrizdir. Ketogen diyeta, ketogen pəhriz adlandırdığımız xüsusi qidalanmada biz valideynə xüsusi dietoloqun köməyi ilə xüsusi qida hazırlamağı tövsiyə edirik. Bu qidada karbohidratlar azdır, zülallar azdır, daha çox yağlar istifadə olunur və bu ketogen diyeta bu cür dirəncli epilepsiyalarda müalicə effekti çox yüksək olan, lakin təsiri tədricən formalaşan bir müasir üsullardandır. Bu üsulları da istifadə etdikdə, lakin istədiyimiz kimi nəticə almadıqda, digər bir müasir, ancaq invaziv bir üsul olan vaqal sinir stimulyasiyasından istifadə edirik. Vaqal sinir stimulyasiyası invazivdir. Nə deməkdir? Yəni, kiçik bir əməliyyat kimidir, amma ağır deyil. Bu zaman azan sinirə xüsusi stimulyator elektrod qoşulur və kiçik impulslar verilir və bu impulsların dərinliyi tədricən intensivliyi artırılır. Burada da effekt tədricən baş verir, lakin yenə də dirəncli epilepsiyalarda ki, artıq bir neçə dərman istifadə edirik, tutmaları saxlaya bilmirik ki, bu bütün dünyada belədir. Tək Azərbaycanda yox, bunu bütün dünyada müalicə etmək dərmanlarla çətindir. O zaman biz bu vaqal sinir stimulyasiyası üsulundan istifadə edirik. Əlbəttə, çox nadir hallarda çox ağır pasiyentlər olur, biraz böyük yaşlarda ki, onlarda heç bir bu üsulların effekti olmur. O zaman biz artıq beyində hemisferektomiya dediyimiz beyin yarımkürələri arasındakı əlaqələri, connectionları kəsərək, bu da ağır bir neyrocərrahi əməliyyatlardır ki, bunları istifadə eləyərək beynin bir tərəfindən digər tərəfinə bu epileptik deşarjların və epileptik desinxronizasiyanın paylaşılmasının qabağını almış oluruq. Odur ki, övladınızda epilepsiya başlayırsa, qıcolma başlayırsa və siz uşağınızda inkişafının getdikcə dayanmasını, sanki lənginməsini, bacarıqlarının itirilməsini hiss edirsinizsə, bu çox ciddi bir siqnaldır. Bu zaman çox ehtiyatlı olmaq,
təcili uşaq nevroloquna müraciət etmək və xüsusilə epilepsiyanın bu növləri ilə, yəni epileptoloq, qıcolmalarla məşğul olan, EEG apara bilən mütəxəssislə işləmək lazımdır və dediyim kimi, həm bu medikamentoz üsulları, həm də alternativ məhz adladığım dieta, vaqal sinir stimulyasiyası və digər üsulları kompleks istifadə etmək lazım gəlir. Sonda yenə bildirmək istəyirəm ki, sizin bizə yazdığınız şərhləri biz diqqətlə oxuyuruq. Hər hansı bir sindrom, övladınızda hər hansı bir simptom, əlamətlər varsa, bunlar haqqında professional bir fikir almaq istəyirsinizsə, bizə şərhlərdə yazın. Biz sizə bu haqda geniş məlumat, geniş videolar çəkəcəyik.